Deməli, mən istəyirəm bu gözəl gündə mənsub olduğum ədəbi nəslim haqqında bir-iki kəlmə söyləyəcəm qısa, sonra şeir oxuyacağım sizlərə. Mənim mənsub olduğum ədəbi nəslim son Azərbaycan 100 ilində ən bəxtəvər ədəbi nəslimdir. İndi onlar hamısı Azərbaycan ədəbiyyatında dağ boyda kişilərdir. Məmməd İsmaildir, Əşrəf Veysəllidir, Ramiz Rövşəndir, İsaq Rüstəmxanlıdır, Tofiq Abdülür, Tofiq Şeydir. İndi hamısını sayan mənəm də, hamısını sayan mənəm. Biz o uşaqlar Şura hökumətinin vaxtında qanımızı almışdır ağzımıza. Cənubdan, Təbrizdən şeirlər yazırdıq. O vaxt deyirlər ona antisovetski şeirlər belə. Bizim məsələn bir dəfə Kasırgin getmişdi Tehrana. Ramiz Rövşən qızışdı belə bədayətdən bir bənd dedi ki 100 illik ayrılıq, 100 illik həsrət, ürək dincəlmir, ürək yatmır. Moskva Tehran'la görüşür. Fakat Bakı'nın Təbrizə əli çatmır. O vaxt bunu diyəni sınavlayıb eləmirləri, anti-sınav əməliyyatı gedirdi. Və yaxud Əşrəf Veysəlli bizim çox ağızlarından ama son 100 ilin en büyük 5 dili 10 şairinden biri gönlüne yazmıştı. Hani o vaxt yazdı, Sovet hükümetinin zıngroğlu vaxtında, hani Koç Köroğlu, hani Koç Nəbi, yağlar başıma kılıç yendirir. Bölük vətənimiz sigaret kimi hələ bir tərəfdə tüstüləndirir. Fars orada, Rus burada. Ne kadar güzel. Yani bizim ədəbi nəsil belə biraz ağlam bozuna baxmayanıdır, biraz qorxmasıdır. Və mən də o vaxt mən də təbii onların içindən biriydim və Kiləvi Axtarlam adlı bir şeir yazmışdım. Onu sizə oxuyalım. Yenə fikirlərimlə ürəyimi yeyirəm. Mənə tərəfdə baxın, görün mən nə deyirəm. Deyirəm ki, zalimin nə zamansa doğulmuş nəvəsini boğmağa girəv axtarıram. Mən öz fikirlərimlə yanlış olur, dünyanın hər yerinə yağmağa girəv axtarıram. Tək bir otaqda yanan, 10 işıqdan 9'un üfürüb keçməyə girəv axtarıram. Qanunla keyflənənləri kim içməyə girəv axtarıram. Yersiz tikilmiş evləri uçurtmağa, kimləri ise hardansa, harasa köçürtməyə girəv axtarıram. Mən öz doğma xalqımın ürəyində qalmağa, Araz adlı çay üstdən böyük körpü salmağa, əli qabarlıların yekə qanunlardan intiqamını almağa girəv axtarıram. Çoxlarının qəlbində yaşayan fikirləri, bir qarışqa yükünü daşıyan fikirləri uçurdup söktürməyə girəv axtarıram. Ermənilər dağdan, hələ keçən əsrin əvvəlində, Ermənilər dağdan bax o yazıq Şuşanı yenidən tüpürməyə girəv axtarıram. Tüpürmək istəyirəm o ölüm düyməsini basmaq istəyən topalanmış parmağa, bəzən nahaq yazılmış şeir kitablarını özəlimlə cırmağa girəv axtarıram. Mən bəzi insanların telefonunu almağa, bəzi redaktorların anasını ağlar qoyub telefonunu almağa girəv axtarıram. Tələbiyəm, neyiniyim? Bəzən dərsdən qaçmağa, bir də sevdiyim qıza, o zavalım balasına ürəyimi açmağa girəv axtarıram. Ruhsuzların ruhunu çeynəməyə, soymağa, Köroğlu'nun, Babək'in heykelini koymağa girəv axtarıram. İnsanlar arasında qoyulmasın qul, ağa, mən Gəncə şəhərinin adını qaytarmağa girəv axtarıram. Hər amallı niyyətə, bütün məşədiyyətə ürəyimi verməyə, bu girəvə şeirimi bir gün çap etdirməyə
Girəv axtarıram, girəv axtarıram. Seyran Səxavət 19 yaş.